Salam dəyərli izləyicilər, Bakıda çox maraqlı bir hadisə baş verib. Səndə cadu var deyib 17.000 manatını ələ keçirib söhbət kimdən gedir, nədən gedir diqqətinizə çatdıracağam. Daha bir vətəndaş sosial şəbəkədə dələduzluğun qurbanı olub, deməli adının bilinməsini istəməyən Binəqədi rayon sakini Instagramda ruhunu arındır və gözəl dualar hesablarını idarə edən Mahmudova Gülgəz Siyavuş qızı tərəfindən aldadıldığını iddia edib və şikayətçinin sözlərinə görə hesabların adı onun diqqətini çəkib və qarşı tərəfə yazıb və müəyyən müddət ünsiyyətdən sonra Gülgəz Mahmudova ona ruhunda cadu olduğu, gələcəkdə xərçəng xəstəliyinə tutulacağı və təcili təmizlənməli olduğu barədə xəbərdarlıq edib və həmin bu şəxs Binəqədi sakini bir il ərzində 24-cü ildən 25-ci ilin noyabr ayının 5-nə qədər 17.000 manat, təxminən hər ay 1500 manat civarında belə deyək bu şəxsə pul ödəyib və şikayətçi həmçinin bu müddət ərzində ciddi psixoloji gərginlik yaşadığını, Gülgəzin hər dəfə onu qorxutması ilə bu vəziyyətin daha da ağırlaşdığını bildirib, son ödənişin Səbail rayonu ərazisində edildiyi və məsələnin artıq Səbail rayon polis idarəsinə şikayət kimi təqdim olunduğu qeyd edilib. Bu arada qeyd eləyək ki, vətəndaşlara tövsiyə olunur ki, hər hansı tibbi və ya psixoloji problem yaşadıkları halda yalnız rəsmi qurumlara müraciət eləyə bilərlər.